Sənin məsələn elə həmişə düz çıxmır da. Uşaqlarda təqsir yoxdur, müəllimləri çətin məsələlər verir. Yaxşı, ver bura görüm nə qayırmısan. Burada nə var abala? Deməli, bir borudan hovuza 10 ton nöğüt tökülür. 10 ton. O biri boru ilə hovuzdan 7 ton nöğüt axır. Axır, bildin? Deməli, bir saatin ərzində nə qədər nöğüt yığılır? Başa düşdün? Hə? Hə, 7 tondan 10 ton çıxmaq olmaz. Elə deyil. Deməli, neynəmək lazımdır? 10 tondan çıxaq 7 ton. Yerdə nə qalar? 3 ton. 1 saat ərzində neçə ton nöğüt yığılar? 1 saat, o da 3 ton. 3 ton, o da 1 saat. Qurban əmi, ver bir mən də baxım. Ver görək bizim mühəndis nə edəcək. Deməli, 10 ton. Çingiz əmi, lap ayağımadır. Sağ ol geyin. Çox sağ olun. Bu nədir ki, Səidə? Sən mənə kömək eləyirsən. Zəhmətimi çəkirsən, otağımı yığışdırırsan. Deməli, 1 saatda 10 çıxır 7. Ha, yoldaş mühəndis. Adi bir məsələni də həll eləyə bilmirsən, ha? Getdin? Bəli. Getsəm yaxşıdır. Sağ ol. Sağ ol. Hə. Bura gəl qızım.